Salam, hər vaxtınız xeyirli uğurlu olsun dəyərli izləyicilərimiz. Yeni videomuzla qarşınızdayıq. Assalamu alaikum, hər vaxtınız xeyir olsun dəyərli müştərilərimiz. Ümidvaram hər kəs yaxşıdır. Bugün Cəmalə ilə sizlər üçün möhtəşəm bir villa çəkməyə gəlmişik. Bəli. Başlayaq. Əvvəlcə bunun həyətini çəkmişdik, amma indi artıq evin içini də göstərəcəyik bu videomuzda Bəli. sizlər üçün. Çox möhtəşəm bir villadır. Yerini də qeyd eləyək, yeri hardaydı? Yeri Mərdəkanda Ağ Ev deyilən ərazidədir. Hamı bilir ki, Ağ Evin adını eşidiblər. Bilmirəm o Ağ Ev Ağ Evi hardadır. də söktülər, xeyirli olsun. Yerinə yenidən bir dənə Ağ Ev tikirlər. Aha. Həmən Ağ Ev dediyimiz ərazidə Qala yolunun, yeni Qala yolunun üzərindədir. Bravo Market tərəfdən gələndə yoldan, əsas ana yoldan bir 500 metr içəridə yerləşir. Yer möhtəşəmdir, ev möhtəşəmdir, küçəsi genişdir, tam asfaltlı yolu da. Giriş hissədə gördüyünüz kimi çox qəşəng bir avtomobil saxlaya biləcəyiniz geniş ərazisi var. 14 sotun içindədir. Girişdən sağ tərəfdə qapalı qarajdır. Qarajımızı da göstərək. Ay maşallah, böyükdür. 2 maşınlıq qarajı var. Gördüyünüz kimi, qarajda da suyuna kimi hər şey çəkilib. Hətta kombi xətti də qoyublar qarajda. Yoxsa su xətti idi. Burada həyətin sanitar qovşağı yerləşir, duşu. Bu nədir? Orada nədir? Kombi otağıdır yəqin ki. Baxın. Texniki otaq. Kombi Gördüyünüz otağıdır. kimi həyətin sanitar qovşağı və həmən yanında Bu bilirsən haranındır? Bu texniki otaq. Yalnız bu söhbətgahla Söhbətgahın. bu hamamındır. Bura burada aiddir. gördüyünüz kimi manqalıdır. Çox qəşəng belə bir manqal tikilib və həmən yanından da daxil oluruq həyətin yay və qış mətbəxinə. Gördüyünüz kimi çox qəşəngdir, döşəməsi isti döşəmədir. İçində əşyalar da var hətta. Bəli, əla. Xeyirli olsun. Cam balkonlandır. Hər zaman qeyd etdiyim kimi yayda açırsınız, qışda da bağlayırsınız. Hovuzumuzun da dizaynı çox möhtəşəmdir, şəlaləli, daşma tipli. Hovuzun Qəşəng bir hovuzumuz var. uzunluğunu deyim. Deyim. Uzunluğu 12 metr, eni 5 metr yarımdır, dərinliyi 1.60'dır. Burada da bir gözəl bir besetkası var. Bu arada şəlalələri hal-hazırda qoşulu deyil. Besetkası da çox gözəldir. Burada Əla. qış aylarında da Qaz yanır ha onun içində. bəli, qaz yanır, ətrafında əyləşirsiniz və üşümürsünüz. Yayda nə üşümək? Amma qışda da Qışda, oturacaq olar. qışda. Gəl buradan gedək. Yaşıllığı da kifayət qədər var. Qohum əqrabada balaca uşaqlar varsa, Atırsınız ora, qapını da örtürsünüz. hə, futbol oynasınlar, özləri üçün əylənsinlər. Bir dənə futbol Bir də meydanı. görürsünüz ki, qırğın düşüb orada. Buna bax, bir qapı orada var, bir dənə basketbolun yer burada var. Həm futbol üçün, həm basketbol üçün. Bəli. Qol vuranda qapının birini çıxardıb gətirib oradan qoymaq lazımdır, təzədən o tərəfə qol vurmaq lazımdır. Ancaq qapı bir tərəflidir. Qapı bir tərəfə getsin, gəlsin. Evin arxa tərəfini göstəririk hal-hazırda. Çox genişdir evin arxa tərəfi də. Burada da qəşəng ağac falan əkmək olar. Bəli. Hər kim alacaqsa, inşallah kimə nəsib olacaqsa özü əkər, özü də qulluq eləyər. Burada kombi yeri var. Bəli. Hə, Ev. tam təmiri yekunlaşmayıb, evin kombisi buradadır. Getdik, qapını da Gedək. bağlayaq. Burada da ağaclar var. Deyəsən Nar olub üstündə. nardır deyəsən, hə? Nardır, zeytundur. Yadıma düşür, sənə bir dəfə göy zeytunu yedizdirdim. Hə, yadımda. Zəhər kimi olur o. Ümumiyyətlə yayda maraqlı olur evləri çəkmək. Həyətlərdə belə maraqlı meyvələr olur. Biz də yeyirik. Qəşəngə qəşəngdir yəni. Bu arada getməmişdən qabaq deyək ki, evin qarşı tərəfində böyük bir terası da var. Oradan keçdi, heç onu göstərmədim. Hə, orada Amma bir belə teras var. videoda yəqin ki görüblər. Mətbəxin qarşısında böyük ehtimal ki, mətbəxdən çıxışda göstərərik onu. Halal olsun, bax öyrənmirsən maşallah. Daxil oluruq evə. Ya Allah. Bu arada evin içinə daxil olmamışdıq keçən dəfə. Çox qəşəng bir dizaynı var gördüyünüz kimi. Qoymadılar sizi girəsiz. Amma artıq girdik. Məndən Girək gələndə belədir də, qapılar sağ açılır tərəfdə üzümüzə. belə bir gözəl qonaq otağımız var. Tavanın hündürlüyü 3.60-dır. 45 kvadratlıq bir zaldır. Məncə kifayət qədər geniş və işıqlıdır. Bəli. Ən böyüyü də həyət mənzərəsi var Bu burada. arada renk tonları da qəşəng seçilib və divar kağızı deyil divarlarda. Boyadır, istifadə boya. olunur.
Boyadı, bəli. Boyadı. Bu arada Lüstru. dizaynı çox qəşəngdir. Güzgülü dizaynı var. Ümumiyyətlə həyətin də dizaynı, evin içinin də dizaynı qəşəngdir. Şkaf. Şkaflar, burada da asılqanlar qoyulub hətta. Bu arada hol çox böyükdür, düzdür? Ürək açan evdə 450 kvadratdır. 450 kvadrat, 2 mərtəbəli, qalxacaq yuxarıya da. nə Dedim də, qəşəngdir bu. mətbəxin qarşı tərəfi terasdır, onu da göstərəcəyəm, ondan qabaq oranı göstərək. Mətbəx mebelinin rəngi əla. Açım. İşığı yanmır, batareykası tutarır. Burada Onlar da güzgüdür. Hə, buradan çıxış var. soyuducusun yerdə qoyulub. Sözümüzü baxaq görək necə. Əladır, əla. Amma özünə baxar. Necə görsənirəm, siz orada yorumlarda yazın. Bugünkü geyimimə görə təşəkkür edirəm. Dərmişim. Deməli, keçdik mətbəxə. Mətbəxdə gördüyünüz kimi rəngarəngdir, çox qəşəng mətbəx mebeli yığılıb, qaz piltəsi, moykası qoyulub, quraşdırılıb daha doğrusu. Və dediyim o terasa... Sən ora gedirsən, hə, yaxşı, sən o terasa Siz göstərin, Sən çıx, ya, öndən siz buyurun. Yaxşı, gəl. Gəl, mən burada bir qapı var, onu göstərim. Öncə sən qapat. Gəl. Oradan başqa yerə bir keçid var. Çamaşırxana. Gizli keçid. Bir dənə paltar yuyan qoyursunuz, paltar qurudan. Burada da şkafları yığdırırsınız, əla. Mən baxmasam, açmasam bilmərəm. Görsən Demək ki, mən. şkafları açmaq lazımdır. Bəli. Gəlin, indi bayaq göstərə bilmədim. Daha doğrusu yanından keçdiyimiz həmin terasa mətbəxdən çıxış var. Həm hovuza, həm terasa çox qəşəngdir. Yay aylarında qəşəng stol qoyub oturursunuz. Biz Gedək buranı görək. göstərməmişik. Birinci mərtəbədə başqa nələr var? Yəqin ki, bir yataq və burada ümumi sanitar... Nə maraqlı rənglər var. Xoşuma Ümumiyyətlə, gəldi. evin rəng tonları çox gözəldir. Maraqlı rəngləri var, xoşuma gəldi. Toz quşu oxşuyur. Güzgü hissəsi. Mən də hər şey bir şey oxşatam, kirpiyə, toz quşuna. Burada birinci mərtəbəmizin yataq otağıdır. Hansı ki, hər zaman qeyd etdiyimiz kimi yaşlı insanlar varsa, buranı məhz onlara verə bilərsiniz. Ümumiyyətlə, 2 mərtəbəli evdə, dəyərli izləyicilərim, hər kim ev tikdirəcəksə, mütləq formada bir dənə birinci mərtəbədə yataq salmalıdır. Bəli. Qalxdıq ikinci mərtəbəyə. Xoş gördük. Burada bu arada isti döşəmədir. Xoş gəlmişsiniz. İkinci mərtəbədə tam isti döşəmədir. Gəl elə burada yataq otaqlarından başlayaq. Qapıları da qəşəng seçilib, xoşuma gəldi. Ümumiyyətlə, evin dizaynı, rəng tonları çox qəşəngdir. Deməli, başladıq ilk yataq otağımızdan, yəni ikinci mərtəbənin birinci yataq otağından. Burada belə minnoş pəncərələr 25 kvadratdır bu yataq otağı. Burada qardirob yeri də var. Minnoş nə? Minnoş pəncərələr. Minnoş pəncərələr. Burada belə bir... Nə gözəldir. Mən buradayım, siz gedin. Həqiqətən gözəldir. Həm belə, nə deyim? Əla. Həm belə, Həm belə demək istəyir duş alar. həm vannası, həm də belə duş ala Bu da biləcək. bir yataq otağıdır. Burada gördüyünüz kimi qardirobun yeridir. Bu da 28 kvadratlıq yataq otağıdır. Bunun özünün sanitar qovşağı da var. Bu arada otaqlar çox işıqlıdır gördüyünüz kimi. Ürək açandır. Çox qəşəngdir. Burada otağın sanitar qovşağı yerləşir. Nə var orada? Ay maşallah, nə buydu bu? Baxın məndə. Həqiqətən böyükdür o. Belə buradan baxanda balaca görünür. Bugün mənə nə olub? Təəccüblənirsən. Burada ikinci mərtəbənin Cəmalən çamaşırxanası var. Hətta. Hətta buranı qardirob kimi də istifadə edə bilərlər. Yəni artıq əşyalarımız varsa və yaxud da bir dənə Uşaq otağı qardirob. kimi, ayrıca uşaq otağı kimi falan da Yox, istifadə balacadır da, çox balacadır. Bir dənə Yox, oyun kravat otağı, qoymaq olar. uşaqlar üçün oyun olar otağı elə bir falan. şey. Ya ofis kimi, ofis otağı. Burada növbəti yataq otağı. Bu da gördüyünüz kimi işıqlıdır. Bu da 22 kvadratlıq bir yataq otağıdır. Və gəldik sonuncu ən böyük yataq otağımıza. Burada Valideyn otağı. həm qardirob var, həm özünün sanitar Sanitar qovşağı var, həm də böyük bir balkonu var. Gəl məncə də gedək balkonda da sağollaşaq. Gedək. Bəli, çox gözəl bir evdir.
Biz çox bəyəndik, ümid edirik ki, siz də çox bəyəndiniz. Yəni tərifləməyimizdən elə anlaşılmasın ki, tərifləyirik, amma həqiqətən də göz qabağındadır ki, çox Like'larımızı qəşəng. gözləyirik, dəyərli izləyicilərim, gözəl müştərilərimiz. Ev möhtəşəmdir. Gəlirik əsas məsələyə, qiymətinə, amma qiymətinə keçməmişdən öncə kanalımıza abunə olmayanlarımız var. Zəhmət olmasa abunə olsunlar. Yeni videolar qarşımıza çıxacaq inşallah. Bəli. Tez-tez like'larınızı qoysaq Gözləyirik. ora. Bəli, like eləyəndə tez-tez qarşılarına Bəli. çıxır. Bəli. Evimizin qiyməti 1 milyon 200 bin. Az yayındır təbii ki, Heç hər nə. zaman dediyimiz kimi. Su qiymətinə. Hər zaman dediyimiz kimi real alıcılarımıza endirim olunacaq. Bir də TikTokdan, Instagramdan gələn, bizi takib edən izləyicilərimizə də endirimlərimiz olacaq. O Onu da özəl qeyd edək. endirim olacaq. Bəli, o özəl endirimlərdir. Aksiyamız var. Gəlin, elə yerindəcə baxın. Qazı suyu işığı daimidir və sənədləri də var. Onu da qeyd edək. İpotekaya yararlıdır. Sağ Bəli, olun, sağ özünüzdən olun. müğayət Növbəti olun. videolarda görüşərik. Sağ olun.